Sənətkarlıq nədir? Bilmək istəsən, gəl məndən sən onun sirrini öyrən. Mənim əlimdədir sözün diyarı, məndədir bu mülkün hər ixtiyarı. Şeir aləmində möcüz yaratdım, şeirimlə ən yüksək mövqeyə çatdım. İndi söz günəşi aləmdə mənəm, sənətdə günəşdən ucadır rütbəm. Sinəmdə tükənməz bir xəzinə var, xaqanı yetirməz bir də ruzigar. Yayılmış dünyaya mənim şöhrətim, artacaq getdikcə. Şeirin, sənətin beşiği Şirvan torpağı. 1126-cı ildə burada, qayğı dolu evlərin, ocaqların birində Dülgər ailəsində bir uşaq dünyaya göz açdı. Uşağın adını İbrahim qoydular. Anasının şirin nağılları, əmisi Kafiyyəddin Ömər İbn Osmanın təlim tərbiyəsi onda elmə, sənətə sönməz həvəs oyatdı. Əmisi ona bilik xəzinəsinin yolunu göstərdi. Tərbiyə verənim, yol göstərənim, böyüyüm, ustadım, əmimdir mənim. Gördü ki, bələdəm hər nişanəyə, apardı bir böyük kitabxanəyə. Qarşımda hər elmə bir kitab açdı, hər sözü beynimə gün tək nur saçdı. Oldum mən sənətin sözün xaqanı, doludur ləl ilə sözümün canı. Mən sözə ilə bir rövnəq verdim ki, fəth etdim söz ilə bütün dünyanı. İbrahimin həqaiqi təxəllüsü ilə yazdığı şeirlər dillər əzbəri oldu. Şairlər şairi Əbüləla Gəncəvi onu Şirvanşahlar sarayına dəvət elədi. Şairə Xaqani təxəllüsü verdi. İllər ötdükcə yüksək amallarla yaşayan Xaqani saray çərçivəsinə sığmır, çox çəkmir ki, fitnə və riyakarlıq mühitindən uzaqlaşır. Kim rahatlıq nişan verər, verməz. Kim bəladan aman verər, verməz. Bircə azad nəfəs dilərkən mən, ruzigarım bir an verər, verməz. Axtarır ədli göydə Xaqani, haqqını asiman verər, verməz. Üsyankar şairin xalqa yaxınlığı, saraydan üz çevirməsi, Şirvanşah əxsitanı xoş gəlmir. Böyük şairin həbs olunmasına fərman verir. Ey kimsədən işıq əsirgəməyən, mənə əsirgədin onu bəs nədən? Şirvan şəfəqinə qərq olub tamam, bəs niyə mən belə qaranlıqdayam? Qaranlıq zindan şairin mübariz əzmini sarsıda bilmir. O 7 aydan sonra həbsxanadan çıxır, incik və küskün halda doğma yurdunu həmişəlik tərk edir.